Bismillahirrahmanirrahim. Xaliqə şükür etmək, onu tanımağa doğru yol açır. Və insanın yaradanla bağlılığı daha da möhkəmlənir. Və bəzən də bu cür olur ki, Allah insanı çətinliyə salır. Deyəcəksiniz ki, necə bəyəm? Allah bəyəm insan zülm eləyir. Allahı bəndəsini çox istəyir axı. Niyə ona əziyyət versin? Məgər bu zülm deyil? Yox, bu zülm deyil. Məsəl üçün, təsəvvür edin ki, bir tələbədir, bir şagirddir. Bunun ustadı, müəllimi onu yarışlara hazırlayır, bir olimpiyadaya hazırlayır. Neyniyəcək? Tez-tez bunu sorğu-sual eləyəcək, ona tapşırıqları verəcək. Ən çətin tapşırıqları verəcək. Şagird, tələbə gecəsinin gündüzünə qatacaq ki, o suallara cavab yazsın, hazırlaşsın. Axı bunun qarşıda daha çətin imtahanlar və sınaqlar gözləyir ki, o imtahandan da üzü ağ çıxa bilsin. Bəndə ilə Allahın da münasibətləri bu cürdür. Allah bəzən özü qəsdən çətinliyə salır bəndəsini ki, bəndə yetişsin. Ki, insan öz dərəcəsinə baxsın, məqamını görsün. Ki, Allah göstərir bəndəyə ki, bax, sənin dəyər qiymətin nə qədərdir. Və yaxud da bu çətinliyə alışmalısan ki, sən bir mömin olaraq, bir bəndə olaraq, bir insan olaraq formalaşa biləsən, yetişə biləsən.